Belə tam qızartmıram da. Demək olar ki, qanını öldürürəm. Ki, sonra kəfin bıraxmasın. Sınırlar. Şkaf qulpu zadı dartmağı bilir, əziz izləyicilər. Hala, getdi, can. Mübarək. Damcıladı. Üzürlü sayın. Bunun quyruqlumun qırağı çox çobuddur, o nəzərə almadım mən. Hə, mən üçün açmıyor. Birər vaxt deyir, səhərdən deyirəm, amma aç sən işinə də baxar. Doğrudan mən karbom açılmır. Elə bu da onun tarixdir. Mən də yaşılı, tünc rəngləri sevirəm. Amma belə şeylər yorumların izləyin, yaxşı. Yorumlarına baxın. Allah hamının əziyyətinə bərəkət versin. Hə, bunun qədəfi də soydu. Əziz izləyicilər, izləyicilərimizdən biri yazıb ki, mənim oğlum əsgərdir. Opskiyə gəlmişdi deyir, sizin kanalınıza baxıb, bizə salam yazıb o uşaq. Uşaqlar bayılır Dubai çikolatasına. Hə, hələ tam belə dəmrə dönməyib da. Hə, bölündü, lap da qəşəydir. Tutacam elə qızartdığım tabii. Hə, soyurlar, yaxşı. Əziz izləyicilər, siz də pişirin, yeyin, nuş olsun. Allah əsgərlərimizi qorusun. Hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Gününüz aydın olsun, avand olsun. Qərəbli mətbəxinə xoş gəlmişsiniz. Buyurun, Hüseyin babacığım. Əziz izləyicilər, yay tətili gəlmişik nənəm sizə qalmağa. Hə, mən sizinlə ilə vidalaşacağım da, bunlar gəlib bizə. Hə, mən bu günləri siz üçün dana quyruğudur. Öz həyətimizdən kəsilib, o gün videomuzda dedim. Biraz çətindir doğramağa, əlməyimi kəsməmək üçün uşaqlara doğratdırmışam. İndi bunu bir yaxşı yuvacam. Qoğuracam bunu bir yaxşı birinci. Yaş yarımında da belə dana edir. Qəşəng həll bişirəcəm. Mən mal heyvanı gedib sağıb gəlincəm. Həll bişirəcəm. Sonra da bir yaxşı qoğurub təzədən tomatla. Seçib Allah qoysa sizə göstərəcəm. Əvvəllər biz 15-20 ildir biz mal saxlayırıq. Mən bilmirdim. Elə bilirdim bu yeməyin böyük. Elə ki, məsəl qoyduq ət götürənlərin üstünə pay gedir. Bir 2-3 ildir özümüz zadını görmüşük. Uşaqlar nə əcəz eləsiniz, qazı yandırardı. Qoymaq ki. Hə, buraxışmısınız, dərsdən o deyirsiniz. Hə, sirviçini yağla qoğuracam, öz mantı ilə qoğurmayacam da, onda tam bir tər olur, uşaqlar yemir. O qədər eləməyəcəm yağın. Gözü yağlıdır. Hə, qoqasın. Əziz izləyicilər, mən 3
çək edirəm. Mən birinci. Mənim gündə 3 çay qalası. Sentyabrın 15-i mənim məktəbim başlayır. Məndə də. Kartoflar. Belə tam qızartmıram da. Demək olar ki, qanını öldürürəm. Ki sonra kəfin bıraxmasın. Yağın, bax, güzel soslayar ha. Çok soğuk olmaya bak. Şuna bol kullanıyor. Kartofu da xırda kartof değil, lap o kadar da xırda değil, biraz iridir. Kırmızı kartoflardı, qəşəng kartoflardı. İndi yuvacam onları bir yaxşı. Böyle onları da böyle nehrə yağında qızardacağım. Yayın günüdür, çoğu yemək pişirmək olmur. Aslında güzel. Bu suyu dünürüm, olamı. Yo, deyəli bu gibi balans. Çiğ, bu su çiğ. Ətlər kızardı. Kızartmıyorum ha, öyle yalanmışlar da. Benim kazanım biraz balacadır. Görüm hatta sürələrinin bir dənə biraz bunun irisini alacağım. Şimdi buna ben şey açacağım. Sınırlar. Şam kimi eləyəcəm. İndi az çəkər çıxacaq, o yığacağım. Sonra da şam kimi eləyəcəm. Biz gəlincən elə yaxşı pambıq kimi də pişəcək. Ya Allah. Koydular burada üstüne atın. Biraz o birisi kartofdan, bu kırmızı kartof həmişə 20 qəpik, 30 qəpik baha olur. Amma həm dadlıdır, həm də ətlə bir yerə atırsan, məsələn, yaşlı heyvanla bir yerdə bozbaş düzəltsən, kartofu da tökürsən içinə, dağılmıyor da. Mən kartofun da altını yandırdım. Ət biraz qalır qaynaya düşməyə. Yağ atıram. Mən heç yağının əriməyini gözləmirəm də o. Kartofları atıram içinə. Bunu xırda-xırda qoyacağım şam kimi. Həm yanmasın, həm də içi yaxşı pişsin. Qapağında. Amma qapağından heç bir qədər. Sarı köşsə qat verirəm, çünki yağ dağılacaq da yanmasın içində.
Şam kimi eləyirəm altın. İndi Allah qoysa pişirəndə, ətində, qoğuranda suyu seçilsin, seçib göstərəcəm. Xiyarımızın nübarını eləyirik, əziz izləyicilər. Dedim sizinlə də paylaşım. Hələ tam gətirmir. Bu tikanlı xiyardır. Elə soxdur ki, bu az yaşlı da. Ən xeyirli tikandır. Öyrəklərin daşını aparır. Yaxın. Suyu da boşladım, sen de suyu. Əziz izləyicilər, bizim yeməyimiz demək olar ki, hazırdır. Qazanların qapaqları o qədər yekədir ki, qəşəng həll bişir, öz yağını da bıraxıb. İndi mən buna biraz tomat, biraz pomidor vuracam. Duzun üstüyotunu tökməmişəm hələ. Özümüz bağladığımız pomidordandır. Pomidorla yeməyə pişirəndə turş kimi olur. Biraz turş olur da. Amma tomat qatanda biraz onun turşluğunu öldürür. Bu tuzun zadını da töküm elə. Atsa da qara istiyor tökəcəm. Uşaqlar bəlkə yedilər. Bir 5-6 dənə də sündü çəkiliyor tuzlu. Ya Allah hamımızın sürfəsinə bərəkət versin. Allah dünyamızı salamat eləsin. Hamının önündə, eşində, sürfəsinə belə xoş üzlə, xoş niyyətlə halal çörəyin yeməyə Allah Taala nəsib eləsin.
peşman eləməsin. Heç bir anay, atay, balay peşman sürfəsinə oturtmasın. Lavrora listində atmışam. Soğan qatmıram. Bax, o qədər də xoşlamayır bizim uşaqlar soğanı. Şimdi xodunu alacağım, 1-2 dəqiqədə qalacaq hazır yeməğimiz. Kartofum da pişib belə. Lap biraz hızlı olanda kartof lap yaxşı olur. Amma bu da elə pişir. Yaşay pişir pambıq kimi. Gel aşkım, dinleniyor bu. Bu sıvadır, ucu kucağa gelir bana. Bak şişine döner. Allah canım kurban olsun. Allah arzusunda olanlara da kısmet eləsin. Kurban olum Allah'ın adına. Bu şişine dönerim. Ucu bilir. Şkaf qulpu zadı dartmağı bilir. Əziz izləyicilər. Hala, getdi can. Mübarək. Mənə qurban, mübarək. Bırak qaçaq. Özdə tutduğu şeyi əlindən almaq mümkündür. Olmaz, mənə qurban, ləğənə bırakacaq. Çaqacaq. Oy, uş. Mənə nəyi sağ elədik. Mən seçərlə niyə sağ elədik? Con. Əziz izləyicilər, yeməklərimiz hazırdır bizim. Söndürdüm altın. Sağ olsun Ayten, çörəyimiz yox idi. Amma soğanla, nane ilə, kuru nane ilə ağlama da düzəldi, uşaqlar. Belə dayken vardı. Salat. Süzə deyəcək, pişirəcəyim mi? Pişirin yeğen nişansın. Hazırda o yeğen nişansın. Allah sürprize bereket versin. Həmişə sürpriz bol olsun. Postanımızın da ilk nübarıdır. Allah hamımızın sürfəsinə bərəkət versin, bizdə etsin. Yeməğimizi şurada seçirik. Seçəcəm. Şöyle kazandım. Çok iyi. Şurada qarışıq. Ətlər elə malmalaq kimi bişibir. Soxusu da ayrılıb hələ sümüdən. Qəşəng dadlı da yemək olur ha qoyruğun. İndi mal heyvan qapısında kəsənlər, alıb pişirməyənlər bilir. Bilməyənlər də lap alıb istifadə edə bilər usta. Ha, için. Yeməğimizi mən seçəcəm yan bu kartofu da döküm. İndi qabuza tökəcəm. Əziz izləyicilər, siz də pişirin, yiyin, nuş olsun. Allah sürfözə bərəkət versin, qurban olma Allaha. Allah heç kimi peşman eləməsin. Allah əsirlərimizi qorusun. Buradan götürmək verir. Hə,
Pişirin dışarısı. Həmişə sizlərə spor olsun. Desən ya. Hazırlan yemiş olsun. Sirfəz bərəkətli olsun. Hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Gününüz aydın olsun, avand olsun. Mən balalarımın nənəsinin mətbəxinə xoş gəlmisiniz. Puding istəyiblər, uşaqlar məndən. İstəyirəm ki, pişirim o bunlar üçün. Elə çox əziyyətli şey deyil, bəlkə indi deyərsiniz ki, çox böyük iş görürsünüz. Amma yenə də dedim sizi ilə paylaşar. Uşaqlar dedi, nənə çəkər, bizdə düşər. Buraxılışdı, uşaqlar gəliblər bir 2 günlük bizə. 2 paçka pudingdir. Salam əziz izləyicilər. Hə, Necəsiniz? nə tərsiz. Nətəsiz? Evdəkilər nətəsiz? Hə, 2 paçka pudingdir. Hərəsinə də 3 iskan yarım süt tökməliyik. Üstündə yazılıb sütü. Mən indi heç bunu yoxlamamışam. 7 iskan bu süt tutacaq, tutmayacaq. Ya Allahım. Əziz izləyicilər, necəsiz? Neyinirsiniz? Evdəkilər nətəsiz? Xoşsun. Ay da bu tutmayacaq artıq. Əziz izləyicilər, necəsiz? Mikrofonlar bizdədir. Mikrofonlarımız gəlir. Baxın, nə gözəldir. Baxın, çox gözəldir. Telefona səsimiz düşür. Ürəyimizdədir, şey düşür. Ürəyimizin səsi düşür, nə deyirəsin? Gəlin Bacım deyib də deyir hamısı. Bu da 7 iskan. Belə ən qərib quyruqlu götürdü ha. İskanlara da tökəcəm. Beləncə uşaqlar üçün hasan da olur, götür yemək. Bıçaq danışa bilmirlər. Az. Ayten onlara deyib ki, bıçaq hıssa danışdınız, mikrofonda düşəcək, video əzəri. Bıçaq hıssa deyə bilmirlər. Əziz izləyicilər, mikrofonlarımız gəlir. Yəni uşaq belə bir şeylər var. Taxınmaq üçün belə şey var. Ki, belə durursan çox güzeldir. Amma davada saç şeylər var. Bu da var, bu da var. Başqası. Çox qəşəngdir. Bu da İngiliz gözəl içilir. Anam bir dəfə puding gələ bilmişmiş dedim. Hə, pişirmişdi puding. Yemişik. Çox ləzzətlidir. Siz də pişirin. Yaşasın. Allah sürmüzə bərəkət versin. Adam kimi də gülmür. Hə, qarışdırdım, biraz qarışdırırsan bu 2-3 dəqiqə. Pesok kimi indi kimyəvi şeylərdə nədirsə düzəldiblər, o əriyir. Əziz izləyicilər, üstümüzdə gəlmişik, qardaşım da gəlir. Allah köməyiniz olsun, ay baba. Amma əl özü 1 dəqiqədə olsun saxlamıyorsunuz. Bütün uşaqlar üçün demək olar ki, isti marojnadır bu. Bütün uşaqların xoşuna gəlir. Bananlısı olur, çiyələylisi olur. Hər cürəsi olur. İndi bu evində uşaq olanlar indiki zamanda hər şey pişib yedirdirlər, bilirlər. İndi bir şey, məsələn, elə xanım var ki, bilmir da. Elə mən özüm evimizdə pişməyib, qoşumuzdan gəlməyib. 5-6 ildir bilmişəm, uşaqlar başa salıb, alıb onlar üçün düzəltmişim. Əl özü saxlamadan qaynara düşüncən qarışdırırsınız. Tosunu, şurlunu, mannını necə pişirirlər elənsi ilə. Qaynara gördüksünüz ki, başlayır qaynamağa. Oradan şam kimi verirsiniz, 2-3 dəqiqə qaynayır. Onu tökürsünüz stəkanlara, quruşqalara. İçinə də istəsəz lapsüz. Ora tökəndə çiyələkdən zaxdan da ata bilərsiniz. Mənim balalarımın mikrofonu da var.
Əzizim, mən də çöl altına baxmaq istəyirəm. Uy, mənim bu çismiş aşkım. Gəlib çıxın, mənə gələn döyüyor. Mən çox, işim çox olduğuna uşaqlar gəldir. Mən zülümlə qoyurlar qucağıma. Nacı. Danış söhbət elə. Sağ ol elə orada xalalara. Yunus nənə qurban. Sağ ol elə. Sağ ol elə. Sağ ol elə. Sağ ol elə xalalara. Sağ ol elə. Sağ ol elə. Elə. Hansı əlinlə elə? Or elə də. Mikrofona elə də. Yandıraram az uşağı. Bunlar elə qızlar. Başıma dönərəm. Qapılaşır. Qaynayır elə. Mən indi qaynara düşdü. İndi biraz şam kimi eləyəcəm. Bir-iki dəqiqə belə ağır-ağır qarşılayacağım ki, bu yapışmasın. Bərkiyir, soyanda laf bərkiyəcək. Mən o bananını, çiyələyini xoşlamıram. Zaten çiyələyi xoşlamıram. Amma bu şokolatı çox gözəldir. Mən inanıram ki, bütün uşaqlar sevər. Bir də turşu qoyacaq. Söndürürəm aldım, bir 3 dəqiqə keçdi. Duman olacaq. Ya Allah. İnşallah ki, bu ilə tökülər. Tökülər. Ay Allah. Ay tər. Amcıladı. Üzürlü sayın. Bunun quyruqlumun qırağı çox çobuddur. O nəzərə almadım mən. Biri də ləzzətli bir şeydir. Zaten şokolata heç kəs yox deyə bilmir. Biraz kakos səpəcəm. Qəşəng görsənməsi üçün uşaqlar xoşlayır sos. Bu da pul şokolatdır. Əriyəcək, amma yenə tökdüm. Dadlı olsun. Allah qurban olum Allahın adına, hamımızın sürfəsinə bərəkət versin. Qazancın bol eləsin. Cavanlarımızı qorusun. Cavanlarımızı, balalarımızı, ağıllı balalarımızı, namuslu, qeyrətli balalarımızı, vətənin belə canı könüldən sevən, çıxarları uğruna yox, elə doğrudan da torpağın vətəni sevən oğullarımızı Allah Taala mərdi mazardan, pis niyyətli insanlardan uzaq eləsin inşallah. Allah əsgərlərimizi qorusun. Əziz izləyicilər, bizim Anabala Zəhra ilə ikimiz mən sponsorluq eləmişdim. O da biz üçün Temudan qarğapayı sifariş eləmişdi. Biz üçün ədyal vurub. Nə verirsən hə? Bunu buradan təşəcək. Səbirləri çatmayıb, Zəhra özün üçün açıb baxıb. Dedim Zəhra mənim ədyalımı atsa o məndən incimə. Mən üçün açmayıb. Olmaz nənə qurban. Ölü töşəşəni. Quyruq içindən nə çıxacaq? Huş. Bizdə qapıya çatdırılma yoxdur deyib hə. Ona görə bizim uşaqlar çox vura bilmir. Yoxsa valla gəlin də elə frend yolda işləyir. Bu Zəhrancıdır. Ürəyi xarab olardı. Özünkini atıb Zəhra. Həqiqətən də əziz izləyicilər, belə bu Azərbaycanda satılan ədyalar kimi deyil. Qeyri-adidir, ipəkdəndir, nədəndir bilmirəm. Çox gözəldir. Bu tərsizdir. Gəlsin, göstərəcəm. Arşın malı gətirmişdim, deyir qızlara göstərməyə. Çox qəşəngdir. Zəhra dedim, amma Zəhra bu taxt üstü üçün vurub.
Dedim ama taxtımın üzünə daruzundur da 3 metrənin nə bilim içi neçədir. Taxtı böyüdü. Taxtımın üzünə getmədi. Daruzun oldu. Gətirib ki sən işlə. Deyirəm abla nə edirəm mən 1000 dənə bəlkə ədyal manyakıyam mən parça ədyal. Özümün bəlkə 100 dənə ədyalım var. Allah qoysa atacam bu yağmurun cehizinə. Bu getdi sandığa. Hə, mənkin açmıyor. Bir ay fakt deyir. Səhərdən deyirəm amma at sənkinə də baxar. Doğrudan mən karqom açılmır. Elə bu da onun tarixdir. Mən də yaşlı, tünc rəngləri sevirəm. Mənki superdir. Bu material başqa. Başqa. İndi bizimki bahalı idi, sənki hər olmaz. Sənki. Hə, mən özüm də bahalar badam da. Sənki, Çox bu qəşəngdir. material- Belə dəsmal Dəsmal. fasondur. Dəsmal Dəsmal fasondur. Amma doğrudan da həqiqətən o qədər gözəldir ki, ipək parçadan toxunmadır. İndi güya da elə yazıblar dokumentinə, amma parça özü də çox qəşəngdir. Siz də vura bilərsiniz. O gitarski biz keçən səfər kargomuzu göstərdik videomuzda. Salfetkalar, simlər, zatlar, qəti elə şeylər vurmur. Qavyuvan salfetkayı masakar suva salırsan olur nazik kağız için bir şey qavyuva bilmirsin. Amma belə şeylər yorumların izləyin yaxşı. Yorumlarına baxın. Görün razıdırsa cəmaət elə şeyləri vurun. Amma bu ədyaldan vallahi billahi almağına dəyər. Mən yaşlı, tund rəngləri çox istəyirəm, doğrudan qəşəngdir. Amma 2 dənə deyəndə arasında material başqa-başqadır. Bununki təmiz başqadır, başqa. Başqa firma var. Allah baxan gözlərinizi var eləsin. Yunus'un ucu üməylir, başına dönər. Saçı gözünün üstə tökürdü. Şu an xətin qırxıblar. Bir qəşəng səsi var idi, bura tökülür. O, nəfəsi kəsir. Hə, de. Düşməsi şöyle. De. Arada bir sözlər deyir ucu Yunus. Allah evində olmayanlara da, arzusunda olanlara da qismət eləsin inşallah. Baba qaçdı. Məxmur nə edirsən? Yaprak kırdım. Lap tıqqılarını qırma. Əziz izləyicilər, uşaqlar bizdə idi, 3-4 gün idi. Çıxıb gedəcəklər, dedim onları yarpaqlayın. Xiyarı bir dəfə 5-6 dənə dərmiş, indi üstündə biraz var. Xiyar pallarını dərim, bir də bir aydan sonra gələcək. Hə, yox. Tərcə eləmə ancaq, yağmur yapalım. Buzluqlar çox çıxıl qırır. Nədir, şunları qırmadan nə olur? Sütü üçün dərmişəm, doldurun bedriyə. Canlı da devam et, bak. Bu kıyana var. Məxmur. Bax orada da var. Vedrəni götürün, gedək oradan ya. Yağmur.
şeker çok yedim. Gitme, da gelin bura. Ne oldu kız? Dalın seçme. Yapışıb hə bir-birinə mər. Orada düzde var. Düzür satacaq, vedrə gətirməyə. Deyəsən. Satmaz, amma dağda gətirmə ona. Yan tut. Mən sən söz gətirə bilməzsən. Hə götürə bilərsən. Gətirə bilməyəcəksən, dağıtma ona. Aparıb yeyərsiz, keyf eləyərsiz. Dağıtır. Xiyar tağ elədi ki, xiyar bitkisi də 2-3 dəfə yaxşıca dərirsən, belə yerdə olanda, panikdə bol dərirsən də dərman vururlar axı. İndi bu il yerini dəyişmişik. Elə bir ki biraz artıqdır. İndi 2-3 dəfə yaxşı olacaq. Ondan sonra yavaş-yavaş orta yarpaqlar başlayacaq qurumağa. Heç bir ay dərmirsən də. Özdə əlimdə öyrənib tumu sıx tökməyə. Tumu sıx tökürəm, gələk tumu aralı. Bunu tapacağım. Tağların arasında en az 2 qarış yer qoymalısın. Ki sonra tağlar keçir bir. Yağmur, gedin köyünün astanasında dəmir vedrələr var. Nə ola, birini gətirin, buradalar da yığın. Tez gəlin, bir öz gedin də közdən eşə gedin. Ağaçlar geldi. Şimdi böyle, yazda da hanı sürməcəriz. Ya da oxar başda var, bir oluyor. Tez yiyin. Çalışın tağlara toxunmayın, ətinizi dalamasın. Nə? Ətinizi dalamasın, ətən onlar yaxşı dursun. Burada da var. Koyma ona, yerdə qalsın.
nənə. Oha, bu hıyara bakın. Ne bu nedir? Yağmur olar kim yığacaq? Ay Qafinə, biz düzdür də, biz gedib yerə. Allah hamının əziyyətinə bərəkət versin. Hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Gününüz aydın olsun, avand olsun. Mənim nəvələrim çıxıb gedirlər. Analarını aldırıb gətirdilər. Şokoladdır, kadayıfdır. Kadayıf qazanır. Kadayıfdır. Bir də yaşıl fıstıq əzməsindəndir. Dubai çikolatası istəyirlər. Anası deyir, özüm evdə bişirəcəm, ona razı olmuyorlar. Onlar üçün mən pişirmək istəyirəm. Tavanın altını yandırıram. Biraz yağ atacağım. Ərinməmiş yağdır, davulmamış. Paçka yağlardır, elə kiloyla olan bütün yağlar. Daha o 2 manatlıqdan yoxdur, o birisilərdən. Şirniyyat üçün də söyləyim. Bu çok kuracağını biraz şey değil. Yox. Böyük marketlərində hamısında satılır. Bu təhcə şokolad üçün deyil də, bundan körpü uşaqlar üçün zaten su verirlər. Bu indi bir yaxşı qoğuracağım. Yağım olur, bax. Elə o birisi verməşirlər kimi çoxluca qarışdırmalısan ki, yanmasın da, tamı dərşilər yansın. Biraz qoğurulur. Kodum biraz almışam ki, biri qara, biri qırmızı olmasın, eyni cür olsun. Burada da su qoymuşam qaynamağa, çok qızıdır yox. Mən ona şokolad atıram, bunlar əliyəcək. Bir boşqab da qoyaq onun altına zər. Qaynar suva, qoyduğunuz qab, o qaynar suva dərməməlidir. Mən dərdirmişəm bir dəfə ərimi, əriyir yavaş-yavaş. Zəhradəkim ona suva dərməməlidir. Hadi, kodun alalım. Bırax qalqarsın. Sən ne diyor? Bana mənim yanarı istidir. Pis olur. Hadi. Vallahi uşaqlar istəməsə, gedib almışam bir mağazindən yedikləri konfetlərin hamısından. Bundan ötürü ölürlər. Salam, mən biz istəyirlər. Gecə xeyrə qalsın. Gecə xeyrə qalsın. Bu qoğurdum, qutardım mən, söndürürəm altını. Lap o qədər də qoğurmuram ki, çox qıpqırmızı olanda da tamı dəyişməsi. Bundan qəşəng körpü uşaqlar üçün sup olur. Bütün suplarına bir cimdi atırsan, bilmir də o qədər bişir ki, tezən bişir. Həndə mən bu qoyacam şöyle, hava sərindir. Soğusun. Bu da bizim şokoladımızdır. Əriyib pardöz üçün.
Bu şokoladın da biri sütlüdür, acı deyil də, biri amma acı şokolad. Uşaqlara görə biz ikisindən də qatırıq ki, yesinlər acı şokoladı çox yeməz. Hə, əziz izləyicilər, bu ağ şokoladdır, göstərdikdə bayaqları ondandır. Qız burada istəyana Zəhrə sağ olsun qoydu, yumşaldı pilokda. Pinqi bir nazik piloklardır. Rəng qatır indi ki, güya uşaqların şokoladına. Bu uşaqlar nə çalır, Zəhrə də oynar oynayır. Bəzək vuracaq. Yaşlı bir şey demiştim. Yaşlı da Keçən səfər də şokoladı, bu şokoladın mən taxta qab var idi. Onu tökmüşdüm, zülümlə qopartdıq. Ona görə dedim uşaqlar ki, elə kalsuk qablar ilə marojna qabları da. Bu da soyucu, bu da hazırdır. Bunlar. Yaşıl fıstığını tökürəm buna. Eğri bir şey oluyor. Ben yaşlısı şokolatası kaldı. Ama yaşlı olmak. Üç dənə belə kalsuk qab deyirəm, kalsuk qablarda satılır şirniyyat yerlərində. Biraz da şirin süt tökürəm. Mən çaşlı martan çəkməmiş tökdüm. Yığıb çıxışdıracaq. Hələ indi təzədən tökəcəyik də. Bu hələ əzilməyə bax, bu da. Hə, bir tökdünüz ya. Vallahi əziz izləyicilər, gülüclüydü bu. Bu uşaqlar bunu nəyə xoşlayır mənim başım. Uşaqların adı çıxıb, valla mən də içirəm çayla. Aytən gəlin bacım da xoşlayır. Hə, istir ya, Mürəmin yanardım. Valla mən heç qarışdıra bilmirəm, bax əziyyət çəkirəm. Qaşığımı da balaca götürmüşəm. Axırda mən qutarım, verərəm, sən də biraz qarışdır. Qaçmanda mani olur. Zərvə yanmaq çətin olacaq. Hə, bunun kadayıfı da soydu. Buyuraq sən. Bu qıraqlarını çox eləmə. Bunu şokolad dolduralım. Uşaqlar oturduğumuz yerdə biz işə salırıq. Bu arada gördüm cəmaət hamı qızıl tab işlədir. Mən də vurdum Çindən gəldi. Sən demə lap nazik qabıq kimi bir şeymiş. Hayf döyü öz taslarımız, alüminium taslarımız. Elə bu da alüminium deyə. Satacağım görürüz. Hazırsan bu dönüşte onu düzelt. Üstünde altından sokuyoruz. Üstü o tərəfdəyik dostum. Ha? Üstü altındadır. Çevrilədir. Soruyorsa. Çok hoşlandım. Orada bol hava olur. Bəs. Bu yazıyor da çok korkuyor. Çayda çok olmalıydı. Yaxşı görünür. Onsuz olsun da yemeği. Çatlayamaz.
Konuş kal, tuzun su dökül de faydalar. Valla Allah hamımızın şokoladına, Dubai şokoladına bərəkət versin. Əsgər sana. Əsgərin adı yadımdan çıxıb bax. Abbas öyrətsin. Atını olmadı seçir. Əziz izləyicilərimizdən biri yazıb ki, mənim oğlum əsgərdir. Oksiyə gəlmişdi deyə, sizin kanalınıza baxıb, bizə salam yazıb o uşaq. Abbasov nə? Elçin. Abbasov Elçin. Buradan sənə salamlayıram. Üzündən belə bol-bol öpürəm. Mənim qardaşımın oğlu, qaynanamın oğlu, hamısı əsgərdir. Allah əsgərlərimizi qorusun. Allah sizi salamat eləsin. Komandirlərimizin canını sağ eləsin. Görlərlə insaf saxlasın, sizə yaxşı baxsınlar. Hökumət verən yeməkləri yeyin ki, zəifləməyin. Mənim qaynımın uşağı çox zəifdir. Nə bilmir, valla mən əsgərlərimizin acıyanda söz tapmıyorum demə. Allah hamımızın balasını saxlasın. Mən daimin oğlanlarım, hər daimin bir oğlu şəhiddir. Allah şəhidlərimizə rəhmət eləsin. Allah balalarımızı qorusun. Elçinin danasını salamlayıram. İnşallah gözünün aydın olsun ki, şükür ki, oğlum böyük oğlandır, vətənin xidmətini yerinə yetirir. Ana üçün mənə gəlir ki, düz anaya biraz gözləyir, əziyyət olur, amma ana üçün fəxrdir da o. Əsgər anaları fəxr eləməlidir ki, oğlanları əsgərdir, ağlı başındadır, pis yolda döyüb, pis yerdə döyüb, hökumətin əlindədir. Allah hamımızın balasını saxlasın, hamısı sağ-salamat gəlsin inşallah. Əziz izləyicilər, bizim şokoladımız dondu. Doğrudan deyilə kalçuk qabda rahat imiş. Böyücü verdim, uşaqlar apardılar. Həbdə tərpəndi. Maşallah, maşallah. Biraz bu dəmir qab qorxuludur. Hüdayətən deyir tərpətmişəm dostu. Elə deyir düşəcək. Ay maşallah. Uşaqlar burada olsaydı, uşaqlar da saldıq yola getdilər. Əziz izləyicilər, bunların payını verdim, apardılar. Uşaqlar bayılır Dubai çikolatasına. Allah hamımızın sürfəsinə bərəkət versin. Allah dünyamızı salamat eləsin, əsgərlərimizi qorusun. İndi böləcəm bunu, belə bilərik. Hələ tam belə dəmrə dönməyib daha. Bölündü, lap da qəşəngdir. Biz kadayıfına atça yaşıl rəngdə töşdük, şirniyyatçın olan. Super alındı. Keçən səfər çox yaşıl eləyə bilməmişdim. Allah dünyamızı salamat eləsin. Allah hamımızın sürfəsinə bərəkət versin. Biz də içində qurban olma Allaha. Allah əsgərlərimizi qorusun. Əvvəldə xeyir olsun, əziz izləyicilər. Gününüz aydın olsun, avanda olsun. Mən bu günləri 3 vaxtı pişirmək istəyirəm. Ətimlə soğanımı seçmişəm. Her dəfə yağımız yağdır. Gözəl keçəcək. Soğanı seçmişəm, hər dəfə biraz doğrayırdım. Doğrama maşındasında. Belə əti də tökəcəm içinə. Qoğurub da eləyirəm mən soğanı. Nənə qurban, gəldim. Pomidorlarını çıxardım, qoğurulacaq. Meyvə rəyliyorum, pomidorlarım biraz yekə olub da. Kızartacağım meyveleri. Çok yok, azma.
Badımcanlar biraz körpədir. Çoxsunu hiç soymayacağım. Zantuç bizə macal vermir. Nə qaça bilmirik, nə qova bilmirik. Can. Mən dağlıcan tökün bağlı çapdır. Qoyuram badımcanlar birinci qızardıram. Hə, qapaq qoyacağım ki, çırtlamasın qırağa. Hə, birinci badımcanları, sonra biberi, sonra da pomidoru qızardır. Sen Türk. Sen Türk. Bunu üst qapağı aldım. Badımcanlar qızardır. Sonra nə qızardır? Şimdi biberler dökeceğim içine. Biberler de kapağını açıram belə. İndi dolmayı tutanda içlərinə duz qoyacağım. Biber tez qızarır da, elə bir damda qızarır gör. Ya Allah. Şeydə yaman kövrü yedir. Deyəsən diş çıxardır. Badımcan biber dolması mən inanmıram ki, kimsə sevməz. Heç olmasa içində birini də sevən olursa olur. Mənim nəvələrim heç nəyə yeməsələr də badımcan biber dolmasını deyir. Suyundan da olsa batır, yağının suyuna da. Hələ ki pomidorlardır. Böyle bu içindən çıxartdığım pomidoru da tökəcəm içine. Xırda doğrayıb tökəcəm ətini. Ya ətinə tökürəm, yadımdan çıxıb qalanda doğrayıb tökürəm tavasının içine. Pomidorun eləsi elə yaxşıdır ki, cöcəyi yoxdur, qoyamaqdır. Ət az qalır qoğurmağa, yağı biraz azdır, indi yenə yağ atacağım. Güclü gözə qoymuşam, kalçukları əriyib. Biraz tozlamışam, ona görə də cevlər. Qoy söndürüm. Bunu da hər dəfə söndürüb yandırıram ki, gözünüzdə çıxamaz. Azca da belə lütfen qızardırıq. İndi pomidorları düzəcəm. Pomidorları tez hayır
koyacağım. Götürəcəm də yəni. Tuzunu istiyorsun batıracağım. Kurban olma Allah'a. Allah hamımızın sürbəsinə bərəkət versin. Allah dünyamızı salamat eləsin. Heç kimi peşman eləməsin. Elə adam var ki, bu badımcan biber dolmasına düyü də tökür. Ama yağlılığı sevir də. Bu ət yağlı olmalıdır ya da yağını çox eləməlidir. Pomidorumuz da hazırdır. Bu karışsın. Yağa düşüb. Yağa düşüb. Lap belə qurut eləmək istəmirəm. Bir çıxanda özüm pişirib bağladığım pomidordan dökəcəm. Pomidorun içindən çıxartdığım suyu da tavanın dibinə su əvəzi tökəcəm. Dadlı da yeməyi alınır. Özdə mən çalışıram həmişə. Bugün bəlkə uşaqların qonağı gələcək, baldızımın oğlu gələcəksə. Uşaqlara görə biraz da çox eləyirəm. Artıq bir şeydən mən səhər də uşaqlar bir dəfə yeyir. Çox sevilir bizim evdə. Yəqin hamı da sevilir. Çünki biraz çətin yeməkdir, hər dəfə pişirmək olur. Qaynara düşdü, qovruldu, çaşdırma, yağa da düşdü. Çox qoğurmayacağım. Hərdən, mən 50 yaşım var da, hərdən bir də görsən yadımdan çıxır. Burada qoşulu qalır, qupqur olur, uşaqlar aldığımı tökür. Bir çıxan qaynardan bir yağsın, bunlar da soğusun. Doldurum içlərinə. Ona da mən duzlayayım, duzlayacaqım. Hərəsinə bir damcı onsuz tutandan sonra üstünə də tökürəm duz. Papaqları qopurur. Deyirdim papaqları ağzımda qalsın. Onu çilətdi qalmasın. Pomidorlarım ölürsə bax. Ət də istidir, badımcanlar da istidir.
Bəyək çaşdım meyvələrimi dedim. Tərəvəz imiş. Qız deyir dostu çaşdı ne deyir tərəvəz. Çiğ də doldurub badımcanı. Mən lap keçmiş zamanda cavanlıqda elə eləyirdim. Sonra adam örgənir də hərədən bir şey götürür, internetdən götürür. Bu ilə gördüm ki, çox dadlı olur. Əvvəl çiğ eləyirdim. Badımcanın içini çıxardırdım bıçaqla. Elə başda qabığı qalırdı da. Hə, duz töküb doldurub qoyurdum. Onda çox qaynadırdım. Qızartmırdım. Bu səhv eləmirəmsə valla Zəhrədən öyrənmişəm deyəsən ha. Ki Zəhrə qızart dedim amma qızart onda dadlı olur. İnternet cavanların əlinin altında da axı. Çoxsunun papağı qeyrəti düşüb yerə. İsti deyə götürüb əlimin içində rahat doldura bilmirəm. Bunun altında bir dənə qapaq var. Zorlu deyil, yox. Bir iki dənəsi artıq olacaq. Bir iki yoxda bir 6-7 dənəsi. O da tutacağım elə qızartdığım tabiyə. Soyurlar ya. Əziz izləyicilər, mən bu pomidorun suyunu mən dibinə qarıb üstünə yığmalıydım, valla unutmuşam. Bir biraz Aytənin dizaynını pozacağım. Baldızımın oğlu yeni evlənib. Bir ay olar toylar olub, birdi, ikidir valla yadımdan çıxıb. Allah xoşbəxt eləsin bütün evlənənləri. Allah evlad paylarını versin xeyirli yenə. Allah dünyalarını salamat eləsin, vətənə, millətə xeyirli evladlardan olsunlar. Elə elədilər də, maşallah qız da ağlı başındadır. Hüseyin də helənçik. Hüseyin ağıllı oğlandır. Bunun kapağını yox, qoyulmasını döküm. Biraz üstünə nanə səpəcəm. Reyhan da vuran var. Mən ömrümdə vurmamışam. Çünki bağımızda reyhan yoxdur. Magazindən də kim deməkdir reyhan alan. Havalar qızır. Birazdan göyərti deyənin ağzını kəsəcəklər. Ya Allah. Yarım isyanda qoy elə töküb. Can. Gədə qalma. Can tökün cinləri təfəsinlər. Can boşuna dönərəm. Can. 15-20 dəqiqə gazı yandırıb indi qoyuram altına. Xırda. Hər şey pişmişdi da. Bu bir iki dənə də artıq qaldı. Bu ilə tez bazar eləyəcəm Aytən. Allah hamımızın xidmətinə bərəkət versin. Şu an bana çatladı.
Yeməyimiz hazırdır. Əziz izləyicilər, qonağımız da gəlib, can töş də qoymur. Dedim saçı birin ondan qoyaram, qoya bilməm. Adam var quru xoş deyir, badımcan biber dolmasın. Biz həmişə sulu eləyirik. Aytən bacım bir çiskan artıq qaynadı. Şam kimi demişəm, yekə gözünü şam kimisinə qoyub, yekə gözünü də şam kimisi. O birisilərin elə güzlü gözü kimidir. Ben de aytənə yazacaqlar. Oxuyurda yüküm oxuyacaq. Əziz izləyicilər, siz də pişirin, yeyin, nuş olsun. Allah əsgərlərimizi qorusun. Yedi qutardı qızın telefonu. İşlərə qaçsın.